أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم والحمد لله رب العالمين والصلاة والسلام على خير خلق أجمعين الذي سمي في السماوات بأحمد وفي الأراضين بأبي القاسم المصطفى محمد وعلى أهل بيته الطيبين الطاهرين واللعنة الله على أعدائهم أجمعين من الآن إلى يوم الدين أما بعد لقد قال رسول الله صلى الله عليه وآله ستدفن بضعة مني بخراسان ما زارها مؤمن إلا أوجب الله له الجنة وحرم جسده على النار. Həzrəti İmam Rıza aleyhissalamın mübarək mövlud günüdür. Bu mübarək gündə başda İmam Zaman ağa olmaqla ki, ağa məclisimizin həqiqi sahibidir, Allahın yer üzündəki axırıncı höccətidir. İnşallah ağanın qəlbinin bizdən xoş olması üçün, ağanın bu məclisləri bizdən qəbul eləməsi üçün Muhammed və Ali Muhammedə salvat zikr edirik. Həzrət Peyğəmbər buyurur, mənim bir parçam Xorasan şəhrində, yəni hal-hazırdakı Məşəd şəhrində dəfn olacaq. Kim onu ziyarət edərsə, Allah Təbarək və Teala ona nədir? Cənnəti vacib eləyər. Və nədir? Onun bədənini cəhənnəm odundan nədir? Haram eləyər, cəhənnəm oduna salmaz. İmam Rıza aleyhissalam, bu demək olar ki, bütün imamlarımızda tarixlərdə mövcuddur. Viladətləri haqqında və şəhadətləri haqqında ixtilaf var bəzi. Bəzi tarixçilər deyiblər ki, ağa Zilhiccə ayının 11-i dünyaya gəlib ki, bu biraz zəif rəydir. Bəzilər deyiblər ki, bu da ən güclü rəy budur ki, Zilqədə ayının 11-i nədir? Həzrəti İmam Rıza aleyhissalam nədir? Dünyaya gəlib. Yəni dünən. Bugün Zilqədə ayının 12-sidir. Dünən isə Zilqədə ayının 11-i idi. Əllamə Məclisi öz Cəlalül-Uyun kitabında imamın adlarından, əsas adlarından və əsas ləqəblərindən bir neçəsini zikr eləyir ki, bu imamda nədir? Var idi. Onlardan bir neçəsini buyurur Həzrət. Deyir ki, İsmuhu Şərif Ali. Adı nədir? Əli idi. Və kunyətuhu Əbul Həsən. Və imamın nədir? Künyəsi Əbul Həsən idi. Və əşhəru əlqabihə rəza. Və də onun deyir, ən məşhur, ən çox işlənilən ləqəbi nədir? Rəza idi. Və qeylə eydən və bəzi hədislərdə də gəlib ki, imam haqqında, onun ləqəbləri haqqında imama belə müraciət eləyədilər. Əs-sabir, çox səbirli olan şəxs. Yəni, imamın səbri, ondan sonra Fadil, çox fəzilətli bir şəxs idi ki, hədislərdə gəlib oxuyacaq. İmam Rıza aleyhissalamın nə qədər fəzilətləri var, təbii ki, bunları saysaq qutarmaz. Çünki imamlarımızın aleyhimussalam o qədər fəzilətləri var ki, onları bu 45-20 dəqiqə və yaxud da yarım saata sığdıra bilmərik ki, günlərdən gərək nədir? Oturaq bu məsələ haqqında danışaq. Və razi vəl-vafi və qurrətə aynil müminin. Və möminlərin nədir? Bir ləqəbdə buydu, möminlərin gözünün işığı. Möminlər İmam Rıza aleyhissalamı o qədər sevədilər ki, o qədər İmam Rızaya bağlı idilər ki, gözlərinin işığı idi. Hədislərdə var, tarixdə qeyd edilir. Hər bir mömin ki, İmam Rıza aleyhissalamı görəndə sevinclərindən bilmədilər neynəsinlər. O İmam Rızanın ümumiyyətlə digər tüm məsumların bir Allahın onlara verdiyi birdən neymətdir ki, onların bir sıravi insan bir imamın üzünə baxarsa, onun həm qəmi, kədəri aradan gedərdi, unudardı.
Həm də bu da imamların, xüsusi məsumların bir şeydir ki, imamın üzünə baxanda günahlar silinirdi. Var rivayətlərimizə varid olub, hətta bəzi rivayətlərimizə varid olub ki, alimlər haqqında da var ki, alimlərin üzünə də baxmaq nədir? Özbər ibadətdir. Mən inşallah İmam Rızanın bir hədisini oxuyacağam ki, ağanın kəramətindən, ondan sonra da ağanın möcüzəsindən, sonra da ağanın imamda olan xüsusiyyətləri, bir imam necə olmalıdır, onu deyəcəm. İnşallah çox da vaxtınızı almayacağım. Şeyx Kuleyni Usul-i Kafidə nəql edib bu hədisi. Yəs İbn Həmzədəndir. Yəs İbn Həmzədə Qumdan olub zahirən. Zahirən də budur ki, mötəbər və sənədlərdə adı keçən adamdır. Yəni elə belə adam deyil də, deyək ki, bu zəifdir zatdır. Zahirən yaxşı olub, 12 imamlı olub və mömin adam olub. Ondan nəql hədisi buyurur ki, Kuntu ənə fi məscidin Əbil Həsən Rıza aleyhissalam. Mən deyir, məsciddə idim İmam Rıza aleyhissalamdan bir yerdə. Uhaddithuhu və qad ictəməə ileyhi xalqun kəthirun yəsəlunəhu anil halal vəl haram. Deyək ki, oturmuşdu İmam Rıza aleyhissalamdan bir yerdə məsciddə. Və bir neçə cəmaat bizim ətrafımıza yığılmışdı və imam da bu halaldan, haramdan, hökmlərdən nədir? Bizləri öyrədirdi, bizlərə danışırdı. İz dəxələ aleyhi rəculun davil Adəm. Deyək ki, bizdir İmam Rıza aleyhissalamdan danışanda bir insandır bizim yanımıza daxil oldu. Buyurdu ki, Əssəlamu aleykə yəbnə Rasulillah. Salam olsun sənə, Peyğəmbərin övladı. Raculun min muhibbik və muhibbu abaik və əcdadik aleyhimussalam. Mən bir şəxsəm ki, sənin sevənlərindənəm, atalarının və babalarının sevənlərindənəm. Mastari minəl həcc, həcdən qaydıram. Və qad fəqəttu nəfəqəti ma mə'i ma əbləğə bihi mərahilətu fə in rəaytə ən tənhəzəni ilə bələdi və lillahi aleyyə ni'mətun fə izə bələqtu bələdi təsaddəqtulləzi təvəlləni ənkə. Bu ağa buyurur ki, həmin həcdən gələn deyir ki, mən həcdən qaydanda pulumu itirdim. Məndə bir miqdar pul var idi, pulumu itirdim. İndi hal-hazırda pulsuzam. Öz ölkəmə qayıtmağa pulum yoxdur. Və deyir, mənə bir miqdar pul ver ki, mən gedim. Və imama da söz verir ki, mən gedən kimi öz ölkəmə sənin adından sədəqə çıxacam. Yəni, mən dilənçi deyiləm, nə də bir şey ehtiyacı olandan deyiləm. Sadəcə pulumu itirdim, mənə dedilər ki, Əli İbn Musa var, çox kəramətli adamdır, sənin yanına göndərdilər. Ki, sizlər də ata-babalarınızdan da belə görmüşük, sizin yanınıza gələn nədir, əli boş qaytarmazsınız. Sonra isə fəlöstü mövdi'i sədəqə deyir, fəqalə ləhu aleyhissalam. İmam Rıza aleyhissalam buna buyurdu, iclis rahiməkallah və əqbələ alən-nas yuhaddithun hətta təfərrəqu və bəqiyə huvə və Süleyman əl-Cəfəri və xeyfətu və ənə. Məsələn, ravi deyir ki, cəmaatdır, İmam Rıza aleyhissalam buna deyir ki, otur, cəmaat söhbətimiz qutarsın, bir şey eləyərik, baxarıq. Daha nəysə, cəmaat artıq dağılışır, gedirlər. Bundan həmin bir neçə nəfər qalır imam səhabələrindən bir də bu imam. Sonra buyurur ki, imam buyurur ki, ətəəzənunə li əd-duxul. Mənə icazə verirsiniz, mən keçim. Daxilun fəqalə ləhu Süleyman qaddəməllahu əmrək. Allah sənin işlərini avand eləsin. Keç buyur ağa. Fəqamə fədəxaləl hücrə və bəqiyyəs saə. İmam aleyhissalam gedir bir hücrəyə girir, öz otağına girir, məsciddən çıxır və də bir saata yaxın otaqda durur. Thumma xərəcə və rəddəl bab və əxrəcə yədəhu min ə'ləl bab. Deyək, sonra da imam şeydən çıxır, öz otağından. Öz otağından çıxanda qapının arxasından, qapının üstündən min ə'ləl bab pulu uzadır həmin şəxsə. Pulu uzadır və qalə
və imam deyir ki, Eynəl Xorasani, o Xorasanlı kişi hardadır ki, məndən pul istəyirdi ki, mən qayıdım. Fəqalə, həmin adam deyir ki, ha ənəzə, mən buradayım. Fəqalə, xud həzihil miyyətey dinara və istə'in biha fi məunətikə və nəfəqətik və təbərrək biha və la təsəddəq biha anni. Deyir ki, götür bu 200 dinarı, İşlərində, məunəndə, öz nəfəqəndə xərclə, bundan da təbərrüklən, bərəkətlən bu puldan. Mənim adımdan da sədəqə çıxartma, ehtiyacı yoxdur, artıq sədəqə çıxardasan. Və əxrəcə fələ ərəkə və lə tərani. Və deyir, pulu göt və uxruc. Fələ ərəkə və lə tərani. Çıx, nə sən məni gör, nə də mən səni görüm. Sonra ravilər buyurur ki, thumma xərəcə, o getdi. Sonra Süleyman bunu imama deyir ki, Cu'iltu fidak, ləqad əzcəltə və rahimtə, fəliməzə sətərtə vəcəhəkə anhu. Deyir ki, sənə fədə olum, ona yaxşı bir məbləğ verdin ki, bunu öz ölkəsinə qaydana qədər çox da yaxşı görəcək. Bir də özünü niyə ondan gizlədirsən? İmam buyurdu, məxafətən ən ara zilli sual fi vəchihi ləqadai hacətihi. Deyir, qorxdum ki, onun o mənə ki, sual verəndə üzü zəlalətli idi, mənə ehtiyacı var idi. İstəmədim pulu verəndə o üzünün suyu tökülsün. Çünki baxın, bu fiqdə də var. Əslində, bəzi rivayətlərimizdə varid olub ki, bir adam səndən borc pul istəyəndə, o səndən bir şey alıb satır. Yəni nə? O məndən məsələn bir adam pul istəyir, mən ona pul verirəm. O məndən əslində bir şey alıb satır. O mənə üzünün suyunu verir, utancağını verir, mən də ona pulumu verirəm. İmam əleyhissalam buyurur ki, mən deyir, qorxdum onu görməyim onda. Ki, dedim, getsin. Və sonra deyir ki, Peyğəmbərin bu hədisini eşitməyibsənmi? Əl-mustətəru bil-həsənat təudu səb'inə həccə. Yaxşı işlərdə gizlətmək, yaxşı işlər gizlətmək 70 həccə nədir? Bərabərdir. Vəl-məzbi'u bis-seyyiat məxzul vəl-məstur biha məğfur. Və deyir, günahlarını deyir, açıq-aşkar eləmək nədir? Məxzuldur. Nədir? Pis işdir, Allah ona bəla göndərər. Günahlarını da gizlədən insan, kirmicə Allahdan məğfirət diləyən insanla Allah nə günahını bağışlayır. Bu bir imamın kəramətindən idi ki, yəni onun yanına gələni heç vaxt əli boş buraxmazdı. İmam, nəinki İmam Rıza, bütün imamlarda olub. Kim onların yanına bir hacət üçün gəlib, kirmicə onu çəkiblər, öz hacətini qəbul edib, sonra göndəriblər. Bu imamın dediyimiz kimi bir dənə yaxşı bir kəramətindən idi. İmamda bildiyiniz kimi bizim əqidəmiz budur ki, imamlar nədir? Allahın onlara verdiyi bəzi icazələrlə möcüzələrə qadirdirlər. Bütün elmləri fərq eləmir, bəlaya, vəlaya və filan və ilə axir. Bütün elmlərdə onlar bilirlər və bəzi möcüzələrdir ki, hətta belə desək Allahın izni ilə bir ölüyü belə diriltməyə qadirdirlər imamlar. Necə Quran buna şəhadət verir, Həzrəti İsa əleyhissalamın ölüyü necə diriltməyində ki, bəzi rivayətlərdə də varid olub ki, İmam Baqir də elə bir şey eləyib. Nəysə, rivayət Muhammed ibn Davuddan nəql olunur. Deyir ki, kuntu ənə və əxi əndə Rıza əleyhissalam. Fəətəhu mən əxbərəhu ənəhu qad rəpətə zəqni Muhammed ibn Cəfər. Bir şəxs İmam Rıza əleyhissalamın yanına gəlir. Deyir ki, Muhammed ibn Cəfər, bunlar elə biliblər ki, Muhammed ibn Cəfər ölüb. Vəziyyəti pisləşib, ölüb. Fəməzə Əbul Həsən və məzəyna mə'əhu və izə ləhəynə qad rəbətə və izə İshaq ibn Cəfər və vələdəhu və cəmaətun ali Əbi Talib yəbkun. Deyir ki, İmam Rıza əleyhissalam getdi, biz də ondan baravar gələn dördük ailəsi yığılı və Əbi Talib, cəmaətun ali Əbi Talib, Əbi Talib ailəsinin
cəmaatı yığılıb ağlayırlar. فجلس أبو الحسن عليه السلام عند رأسه فنظر في وجهه فتبسم. İmam Rıza aleyhissalam onun yanında oturur, üzünə baxır, onun üzünə gülür. Həmin ki Muhammed ibn Cəfər ki deyirlər ölüb, onun üzünə baxır, gülür, təbəssüm eləyir. Fənəqaba mən kana fil məclis aleyhi. Amma deyir məclisdə olanlar nədir? Şey elədilər. İmam qınadılar ki bizim ölümümüz var, imam gəlib ölümümüzə gülür. Tabi bilmirlər ki imamın hələ onun gülməyindən əslən şey eləyəcək. Fəqalə bə'duhum innəmə təbəssəmə şətamən bi'ammihi. Deyir ki, o deyir gülməkdən deyir bizim əmmisinə nə vardı? Əmmisinin ölümünə sevindi ki gülürdü. Fəqalə fəxarəcə liyusalli fi məscid fəqulna ləhu cu'ilna fidak. İmam Rıza aleyhissalam deyir şeydən getdi, nədir onun adı? Çıxdı həmin məclisdən, getdi məsciddə namaz qılmağa. Biz dedik cu'ilna fidak qad sami'na fika men haula'i ma nakara hina təbəssəmtə. Deyir ki, sənə fəd olum, bunlar deyir, sən deyir ona gülən vaxtı, onun üzünə baxıb gülən vaxtı, bunlar narahat oldular və sənin haqqında yaxşı şeylər demədilər. Fəqalə Əbul Həsən aleyhissalam innəmə təəccəbtu mən bəqa İshaq və huvə vallahi yəmutu qablə və yəbkiyəhu Muhammed. Deyir ki, mən deyir onun üçün güldüm ki, onun qardaşı İshaq ondan qabaq öləcək, Muhammed ibn Cəfər də deyir, onu oturub ağlayacaq. Yəni, ölməyəcək, bir sözlə. Kim ki, imamı qınamışdılar, onlar nədir? Muhammed ibn Cəfərdən daha tez öləcək. Bu da imamın bir dənə iləri görüşdüyüdür, zamandakı gələcəyi görüşdüyüdür. Və digər hədislərdə də çoxdur. Məsələn, imamların möcüzələri, imamların elədiyi işlər, rivayətləri nəzər salsay çoxdur. Mən istəyirəm bir rivayət oxuyam. İmam Rıza aleyhissalamın özü bu rivayəti nəql eləyir öz dilindəndir. Rivayətdə imamın necə olmalıdır? İmamın digər şəxslərdən fərqlənməsi necədir? İmam Rıza aleyhissalam buyurur: Lil imami alamat. İmamın deyir bir neçə əlamətlər var ki, insanlardan seçilir. Yakunu a'lamen nas. İnsanlardan daha elmli olur. Və əhkəmən nas. Hökmlərdə, hökm vermədə də daha nədir? Daha hakimdir. Hökm verməkdə daha hakimdir, daha üstündür. Və ətqan nas. Daha təqvalıdır. Hər bir kəsin daha təqvalıdır. Və əhləmən nas. Daha elmlidir. Və əşkə'ən nas. Və əsxən nas. Daha şücaətlidir digər insanlardan. İmamın xüsusiyyəti budur ki, şücaəti digər insanlardan çoxdur və Allah yolunda xərc eləməkdə də nədir? İnsanlardan nədir? Daha üstündürlər. Və əb'adən nas. Allahda da ibadətdə hər kəsdən daha üstündürlər.